30 ildən artıq reanimasiya şöbəsində çalışmışam və insanların ən kritik anlarının şahidi olmuşam. Və məhz burada anladım ki, heç bir xəstəlik səbəbsiz olmur. Bu marafonun ideyası məhz belə yarandı. Bir gün bu marafonda psixoloq təlimçi Nigar deyir də özünü. Nigar xanım demir də, Nigar deyir. Və sonra radiatolog diplomu aldım və bunu birinci növbədə özümə və sonra insanlara, yaxınlarıma reanimasiyadan bir addım öncə kömək eləməyə çalışmaq niyyətim idi. Təəssüf ki, yenə eyni məsələ ilə qarşılaşdım. İnsan qidalanma haqqında demək olar ki, hər şey bilir, amma etmir və edə bilmir. Kimi yaxınlarına dəstək gözləyir və görmür, kiminin normal qidalamaya maddi imkanı çatmır və ya insanın daxilində elə bir yorğunluq var ki, onu yeməklə doldurmağa çalışır. Və mən başa düşdüm ki, təkcə qidalanma kifayət etmir, insan həyatın bütün mərhələlərində inkişaf etməyi bacarmalıdır. Bu marafonun ideyası məhz belə yarandı. Və bugün bu daha da professional oldu. Çünki mənimlə birlikdə bu proqrama psixoloq təlimçi Nigar xanım da qoşulub. O hər bir mərhələdə dərinlik və sistem gətirdi. Bugün başladığımız marafon artıq sadəcə qidalanma haqqında deyil, bu balanslı həyat haqqında bir yoldur.